fərqli şəkillərdə Rasulullah belə namaz qıldı, səcdəyə beləcəkdir, eləcəkdir və yaxud da möminlər qardaşlıq buyurdu şəklində xəbərlər olursa, görməyə və eşitməyə dayalı xəbərlər olursa, biz buna mütəvatir hədis deyirik. Bunun inşallah şükür göstərirlər. Bu dinimizdə Quranın ayəsi kimi höccət sayılır. Məsələn, mən kəzəbə aleyyə mütəammidən fəlyətəbəvvə məq'ədəhu minənnəm. Kim bilə-bilə mənim adıma yalan uydurarsa, cəhənnəmdəkilə yerinə hazırlasın. Çünki Peyğəmbərin adına yalan uydurmaq başqa bir adlanın adına yalan uydurmaq kimi deyil. Çünki Peyğəmbərin oldu, İslam dinini təmsil edir. Onun sözü sənin, mənim və ya Əhmədin, Məmmədin sözü kimi deyil. Birbaşa dərin insanlar bunu alırlar və həyatlarında yaşayırlar. Və yaxud da alışverişdə tətbiq edirlər, hökm bina edirlər. Bizə bir çox hökmlər, möhtərəm qardaşlar, Quran-ı Kərimdə gəlir. Alışverişlə əlaqəli hökmlər Quran-ı Kərimdə deyil, kira ilə əlaqəli hökmlər Quran-ı Kərimdə deyil, şirkətlərlə əlaqəli hökmlər Quran-ı Kərimdə deyil, banklarla əlaqəli hökmlər Quran-ı Kərimdə deyildir. Bunların hamısı səhih hədislərlə gəlir. Ona görə də Rasulullahın adına yalan uydurmaq elə belə deyildir. İnsanları harama və halala, haram yollara sürükləmiş olacaq. Ona görə də bu xüsusda Peyğəmbər bu zamandan bu zamana görür ki, bu mütəvatir, bu hədis alimlərinə görə həm nəfsən, həm mənən mütəvatir olaraq sayılır. İndi mütəvatir iki növ var. Nəfsən mütəvatir, mənən mütəvatir. Nəfsən mütəvatir nədir? Bu söylədiyim hədis Rasulullah necə söyləyibsə, eləcə də mən sizə hədis kitablarında necə deyilmişsə, rəvac edir. Bir də mənən mütəvatir var. Mənən mütəvatir nə deməkdir? Mənən mütəvatir isə, yəni nəfsən deyildir. Məsələn, müxtəlif hədislərdə Rasulullahın dua edərkən əllərini qəbul qaldırması. Burada mütəvatir olan hədis deyil, əllərin qaldırılması dua edərkən, mütəvatir. Deyək ki, yardım duası çıxır, orada əllərini qaldırır. Və yaxud da birinə dua edir, Peyğəmbər əllərini qaldırır. Həmin namazdan sonra əllərini qaldırır. Və yaxud da qunut duasını deyərkən əllərini qaldırır. Demək ki, dua edərkən belə dua olmur. Nə edirsən? Dua edərkən əlləri qaldırsın. Dua edərkən əlləri qaldırmaq nə sayılır? Mütəvatir sayılır. Yəni, Rasulullahdan gəlir. Demək ki, bu mövzu anlaşıldı deyil mühtərəmlər. Mütəvatir nə deməkdir? Yalan üzrə birləşmələri mümkün olmayan toplulukların insanların özləri kimi insanlardan rəvayət eləməsi mütəvatir hədis sayılır. Bu, hədis raviləri zincirində bu cəmaat aşağıya düşmüş. Yəni, deyək ki, sahabi bu qədərdir, tabiin bu qədərdir. Ətbaq tabiindən iki nəfər düşür. O zaman mütəvatir olmaqdan çıxır. Ətbaq tabiin təbəqəsində də yalan üzrə birləşməsi mümkün olmayan. Çünki iki nəfər sözü bir araya qoyub yalan danışa bilər. Amma 10 nəfər, 20 nəfər, 30 nəfər anlaşmalar, fərqli insanlar burada amma anlaşa bilməz ki, hələ bir tərəflər yəni biri yalan söylədiyi zaman olursa onun xeyr elə deyil, belə şəklində bunu xüsusilə qeyd edəcəkdir. Möhtərəm qardaşlar, mütəvatir olur. Hədis üsulunda alimlər bunu münaqişə mövzusu etmişlər. Nəyin münaqişə mövzusu deyirlər? Sayın 2 olacaq. Yəni, Quran-ı Kərimdə müxtəlif ayətlərə dayanaraq demişlər 10-dur, ən azı. Demişlər 20-dir ən azı, 30-dur ən azı, 70-dir ən azı. Və yaxud da yalan üzərində birləşməsi mümkün olmayan topluluklar nədir? Amma biz qısaca olaraq deyək ki, onun aşağısına düşməyən insanlar tərəfindən. Buna biz nə deyirik, müxtəlif qardaşlar? Mütəvatir hədislərdir, örnəklərdir. İkincisi, məşhur hədis. Məşhur hədis nə deməkdir? Deyək ki, Həzrət Əli Peyğəmbərdən eyni hədisi rivayət edir, Həzrət Ömər eyni hədisi rivayət edir, Həzrət Ayşə eyni hədisi rivayət edir. 3 nəfərdən rivayət gəlir, onlardan da 3 dənə tabiin alır, nə bilim, 3 İbn Cüveyci alır, Süfyan Sehri alır, Süfyan İbn Yeyni alır, 3 dənə tabiin,
üç dənə sahabilə var. Yəni, 3 dənə təbəqədə 3-3 gedirsə, bu da məşhur hədis deyil. Məşhur hədis. Yəni, ravi təbəqəsində 3 sahabi, 3 tabiin, 3 ətbər tabiin şəklində olursa, hər hansı birində aşağıya düşürsə, məşhur olmaqdan verir. Bu məşhurun sənət yönündən məşhur. Bir də var ki, ağızlarda dolaşmağa görə məşhur. Məsələn, müştehidlər nəzdində məşhur olan hədis. Məsələn, İzə hakəməl hakim fəctəhədə fəəsabə və ləhu əcran və in axta və ləhu əcrun vahid. Əgər müştehid ictihad edərsə, isabət edərsə, onda 2 savab var. Əgər yenə müştehid ağıl yorarsa, ictihad edərsə, isabət etməzsə, dediyi sabah düşün, ahirətdə açılışı, səhv çıxdı. Yenə ona dinimiz bir savab verir. Bir savab verir. Çünki adam müəyyən səviyyəcə, yəni bunu da ictihad qapısını açmaq üçün verilən şeydir. Bu ən çox kimin dilində dolaşır? Üsulçuların ağzında dolaşır. Fıkıhçılar ağzında dolaşan hədis var. Məsələn, əbqadul halal illəllahi talaq. Allahın ən çox nifrət elədiyi halal boşamadır. Talaqdır. Deyə bu hədis fıkıhçılara görə məşhur sayılır. Xalqın dili, məsələn, hədisçilərə görə məşhur var. Müsəlmanın arasıdır, əməllər, niyyətlərə görədir. Nə bilim, xalqa yaxşı davranmaq, sədəqədir şəklində. Hər kəsin özünə nə xoş gəlirsə Allah Rasulunun həyatından o hədisləri alır. Təbii ki, bir müştehid özünü garantiya altına almaq üçün bu hədisi seçəcək ki, izahatına hakim. Bir mənə fıkıhçı, məsələn, əbqadul halalı ilə vahid talağı. Xalq da, məsələn, xalqın xoşuna nə gəlir? Əməllər, niyyətlərə görədir. Müsəlmanın qardaşıdır, müsəlmanın yardımsız qoymaz şəklində bir də görürsən ki, ilə hədislər var ki, kimsə bilmir. O hədis məşhur olur, kitabda elə qalır. Amma ilə hədislər vardır ki, hər kəs tərəfindən bilinir, xalq arasında yaşanır. Bu da məşhurun ikinci qismi olur. Və məşhur hədisi eləcə bitirdik. Demək ki, mütəvatir olur, məşhur olur. Əziz olur. Əziz nə deməkdir? Əziz 2 dənə kanaldan gəlir. Yəni, ravisi 2 dənə. Buna nə deyil? Əziz hədis deyilir. Əgər tək olursa, ravisi 1 dənə olursa, o zaman hədis qərib olur. Xəbəri vahid də deyilir, əhəd hədis də deyilir. Yəni, alimlər deyirlər ki, mütəvatir şərtini daşımayan hər şey xəbəri vahiddir. Məsələn, hamının dilində dolaşır ki, bu xəbəri vahiddir, nədir? Xəbəri vahid bu deməkdir. Orijinal mənada bir insanın rəvayətinə deyilir. Yəni, bir sahabi tərəfindən rivayət olmuş. Yəni, bu hədisi biz ancaq Həzrət Ömər tərəfindən rast çəkdik. Bu hədisə ancaq Həzrət Əli tərəfindən, başqa sahabi rəvayət eləməyir. Əbu Hüreyrə tərəfindən gəlir. Buna biz hədis istilahlarında nə deyirik? Xəbəri vahid deyirik. Amma ümumi olaraq alimlər deyirlər ki, mütəvatir hədis şərtlərini daşımayan hədislərin hamısı xəbəri vahiddir. Xəbəri vahid. Yəni, məşhur da, belə baxdıqda xəbəri vahiddir, əziz də xəbəri vahiddir. Fərq dediyimiz, qərib dediyimiz, tək insanın rəvayət etdiyi xəbər də xəbəri vahiddir. Xəbəri vahid də demək ki, öz arasında 3 qisma bölünür. Məşhur, əziz, qərib. Bu hədislərin, möhtərəm qardaşlar, bizə gəlmə yönündən kateqoriyaları, sinifləndirilməsi idi ki, mən bunu anladım.